Quba rayonu İspik kəndində su çərşənbəsi ilə əlaqədar şənlik keçirilib. Medios TV xəbər verir ki, Quba rayonunun icra hakimiyyətinin, Quba Xaçmaz Regional Mədəniyyət İdarəsinin, Quba Xaçmaz Regional Təhsil İdarəsinin birgə layihəsi çərçivəsində su çərşənbəsi ilə əlaqədar Quba rayon İspik kəndində şənlik təşkil olunub. Şənlikdə Quba rayon icra hakimiyyətinin baş məsləhətçisi Aynur Yahyayeva, Şəhid Neyman Dadaşov adına İspik kəndi tam orta məktəbinin kollektivi, şagirdlər və kənd sakinləri iştirak ediblər. Şəhid Neyman Dadaşov adına İspik kənd tam orta məktəbində baş tutan şənlik kəndirbazların maraqlı çıxışları ilə başlayıb. Daha sonra Aynur Yahyayeva və həmin məktəbin direktoru İsa İsayev çıxış edərək tədbir iştirakçılarının əlamətdar gün münasibəti ilə təbrik edib. Tədbir zamanı Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivi çıxış edib. Həmçinin məktəb şagirdləri mahnı oxuyub, şeir səsləndirib və rəqs ediblər. Konsert proqramında Novruza qədim adət-ənənələrimizə həsr olunmuş təqdimatlar da nümayiş olunub. Təşkil olunmuş tədbir hər kəsdə bayram ab-havası yaradıb. Sevindi Lakifoğlu, Yasəmən Muradov, Medios TV.